Demək, belə bir maraqlı suala baxaq. Bizdən AB parçasının uzunluğunu soruşur. Biz ADC düzbucaqlı üçbucağından Pifaqor teoremini yazsaq, ADC düzbucaqlı üçbucağından və AD-yə x desək, AD parçasına x desək, x-in kvadratı plus 6-ın kvadratı bərabər olacaq 10-un kvadratına. Məlum məsələdir ki, bu tənliyi əldə etsək, x 8 olacaq. X 8 olduğuna görə və burada ABC üçbucağında Evklid düsturunu tətbiq etsək, yəni DB-yə bir y desək, Evklid düsturuna görə 8-i y-ə vuranda bərabər olacaq 6-nın kvadratına. Ona görə də 8y bərabər olacaq 36-ya. Hər tərəfi 4-ə bölsək, 2y bərabər olacaq 9-a və burada y bərabər olacaq 4,5-ə. Və burada 4,5 olduğuna görə ümumi parça isə 8 plus 4,5. Yəni AB bərabər olacaq 8 plus 4,5. Bu da eləyəcək 12,5.